olurlar və bəzi piyadalar ümumiyyətlə bilmirlər ki, yəni nizamlanan piyada keçidi nədir, nizamlanmayan piyada keçidi nədir. Yol ayrıcında və ya yol ayrıcından kənarda olmasının asılı olmayaraq, sürücülərin və piyadaların hərəkət növbəliyi svetoforla və ya nizamlayıcı ilə tənzimlənmirsə, belə piyada keçidləri nizamlanmayan piyada keçidləridir. Nizamlanmayan piyada keçidlərinə yaxınlaşmanı 1.20 piyada keçidi xəbərdarlıq nişanı və piyada keçidində bilavasitə 516.1, 516.2 piyada keçid nişanları vurulur. Sürücü belə piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı və keçidə ayağını basmış piyadaya yol verməlidir. Piyadalar isə belə piyada keçidinə daxil olmağın onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilərlər. Yəni piyadalar hərəkət hissəsinə daxil olarkən yaxınlıqda olan nəqliyyat vasitələrinin sürücüləri üçün kritik vəziyyət yaratmamalıdırlar. Əlavə olaraq piyadalar piyada keçidini keçərkən zərurət yoxdursa ləngiməməlidirlər və dayanmamalıdırlar. Nizamlanan piyada keçidləri üçün isə bu qayda fərqlidir. Nizamlanan deyiləndə, yəni svetofor varsa və ya nizamlayıcı yolu nizamlayırsa, bu artıq nizamlanan piyada keçidi hesab olunur. Belə olan halda piyadalar və sürücülər svetoforun siqnallarını və yaxud nizamlayıcının siqnallarını əsas tutmalıdırlar. Belə hallarda piyada bilməlidir ki, əks istiqaməti ayıran xətt varsa, əksdən gələn nəqliyyat vasitələri piyadalara yol verməyə borclu deyil. Piyada əksi ayrım xəttin üzərində dayanmalı və svetoforun siqnalının dəyişməsini gözləməlidir.